Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmunu təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən bu sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 39.4-cü maddəsinə əsasən hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmununu müəyyən edir. Qərar şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə müraciətlərini əlavə etdikləri sənədlər və təqdim etdikləri məlumatlar əsasında bu sənədin 2.3-cü bəndi nəzərə alınmaqla Azərbaycan dilində doldurulur. Qərar bu sənədlə müəyyən edilən məzmunda və elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilərək müraciət edənin elektron hökumət informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməsi məqsədilə elektron hökumət informasiya sisteminə ötürülür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərilir.